Bu layihələr dünyanın 14 ölkəsini əhatə etmiş, 22 müxtəlif layihə çərçivəsində ümumilikdə 75.859 nəfər birbaşa və dolayı şəkildə dəstəklənmişdir. Fəaliyyətlərimiz əsasən ərzaq və isti yemək paylanması, iftar süfrələrinin təşkili, su təminatı, zəkat və qurban paylanması, yetim sponsorluğu, qadın və uşaqlara yönəlik dəstək, eləcə də kiçik biznes və infrastruktur layihələrini əhatə etmişdir. Layihələr Azərbaycanla yanaşı Fələstin, Qəzza, Yəmən, Niger, Tanzaniya, Bangladeş, Şri Lanka, Uganda, Kongo, Çad, Sudan, Nepal, Əfqanistan və digər ölkələrdə həyata keçirilmişdir.